Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz qlobal şəbəkələr. Qlobal şəbəkələr haqqında nə danışa bilərik? Ümumiyyətlə, açıqlaması, yəni genişlənməsi, Wide Area Network, WAN olaraq da göstərilə bilər. Yəni WAN formasına görə bilərsiniz. Biz öyrənmişdik ki, lokal şəbəkələr də LAN formasında olurdu. Local Area Network. Və həmçinin də regional şəbəkələr də var ki, onlar da MAN formasında verilirdi. Deməli, qlobal şəbəkələr müxtəlif şəhər, ölkələrdə yerləşən kompüterləri birləşdirir. Yəni, coğrafi olaraq paylanmış şəbəkələrə qlobal şəbəkələr deyilir. Və ilk dəfə yaranan şəbəkə ARPANET adı altında Amerikada yaranıb. Yəni, sadəcə sizdən soruşsa ki, ilk yaranan şəbəkə hansı olub, deyəcəksiniz ki, ARPANET. Və ondan sonra isə ARPANET iki yerə bölünüb. Milnet və internet. İnternetin girişi təmin edən qurğu modemdir. Modem haqqında bir neçə məlumat öyrənmişik ki, modem modulyasiya və demodulyasiya işini görür. Həmçinin lokal şəbəkələrdə öyrənmişik ki, modem lokal şəbəkələri, həmçinin qlobal şəbəkələri internetə qoşan bir qurğudur. Ondan sonra istifadə olunan texnologiya isə Wi-Fi-dir. Deməli, internetə girişi təmin edən qrupa modemdir. İstifadə olunan texnologiya isə Wi-Fi-dir. Bunu yadımızda saxlayırıq. Modem haqqında ölçü vahidləri və buraxılış qabiliyyəti haqqında məlumatlar bilməlisiniz ki, məsəl üçün sizə bir belə deyək də, məsələ verə bilər. Məsəl üçün, burada bir məsələ qeyd eləmişəm ki, 2400 baud və bir analoqdakı rəqəmsal informasiya 4 bit olarsa, deyir, deməli, modemin buraxılış qabiliyyətini soruşsa sizdən 2400 vuracaqsınız 4-ə eləyəcək 9600. Yəni baud bərabərdir bit bölünsün saniyə. BPS isə bərabərdir baud vurulsun bit. Məsəl üçün sizdən nəyinsə buraxılış qabiliyyətini, yəni modemin buraxılış qabiliyyətini istəyirsə, siz baudu vurmalısınız bitə. Məsəl üçün baudu soruşa bilər. Sizə məsəl üçün deyər ki, modem bir analoqdakı rəqəmsal informasiya, məsəl üçün deyər ki, 1600 bitdir. Deyir, bunların saniyəsi isə, məsəl üçün 4 saniyədir. Bodu tap, 1600 böləcəksiniz 4-ə, eləyəcək 400 bod. Yəni, sadəcə bodun nəyə bərabər olduğunu və BPS-in nəyə bərabər olduğunu yadınızda saxlayın. Keçirik şəbəkələri əlaqə vasitələrinə görə bölünür. Şəbəkələri bölməyə. Baxın, simli şəbəkələr var və simsiz şəbəkələr var. Biz indi Wi-Fi-dan istifadə edirik. Düzdür, Wi-Fi simsiz şəbəkədir. Wi-Fi-dır, 3G-dir, 4G-dir. Bunları yadınızda saxlayın ki, bunlar simsizdir. Və simsiz necə olur? Necə qoşulur? Şüalar vasitəsilə, siqnallar vasitəsilə, yəni informasiya mübadiləsi, infraqırmızı şüalar və radio dalğaların siqnallar vasitəsilə yerinə yetirilir. Əvvəllər isə müxtəlif kabellər olub. Məsələn, ADSL qoşulma olub, dialog qoşulma olub, telefon, köhnə telefonlar olurdu, ev telefonları, baxın, onların qoşulması dialog qoşulma idi. İndi isə artıq sinsi şəbəkələr var ki, Wi-Fi-dır, WiMAX-dır, EDG-dir, 3G-dir, 4G-dir və İrdanı da yaddan çıxartmayın ki, bunlar imtahana düşə bilən sual tiplərindən biridir. Qlobal şəbəkə texnologiyaları X25 var, Frame Relay və ATM. Biz lokal şəbəkələrdə öyrənmişdik ki, Ethernet, Fast Ethernet, Token Ring, FDDI, sonra 100 və GNLAN və s. və ilaxır. Bunlar isə lokal şəbəkənin texnologiyalarıdır. Məsəl üçün, bunlarla lokal şəbəkələri qarışdırar. Deyər ki, qlobal şəbəkənin texnologiyalarını seçin. Yadınızda saxlayın. X25-dir, Frame Relay-dir və ATM. Bunlar ən məşhur olan qlobal şəbəkə texnologiyalarıdır. Lokal şəbəkə texnologiyalarını isə öyrənmişik. Ethernet, Fast Ethernet, Token Ring, FDDI, ARCnet, 100 və GNLAN və s. Protokol. Protokolları lokal şəbəkədə sadəcə üstündən keçmişdik ki, protokol şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Məsələn, insanlar bir-biri ilə necə ünsiyyət saxlayır? Dil vasitəsilə, danışıq vasitəsilə. Kompüterlər də bir-biri ilə ünsiyyət qurmaq üçün protokollardan istifadə edirlər. Yəni, protokollar onlar arasında ünsiyyət qurulur. İnternetdə əsas protokol TCP/IP protokoludur. TCP/IP-də gördüyünüz kimi bir TCP, bir də IP var. TCP nə edir, IP nə edir? IP şəbəkə protokoludur. Və həmçinin də biz bunu
IP-nin şəbəkə protokolunu necə yadımızda saxlaya bilərik? Lokal şəbəkələrdə öyrənmişdik ki, IP şəbəkə səviyyəsində işləyir və burada da baxın, IP şəbəkə protokoludur və informasiya paketlərinin düzgün ünvanlaşdırılmasına xidmət edir. Yəni belə deyək də, ünvanlaşdırmanı aparır, həmçinin informasiyanı ötürür və TCP/IP protokolu vasitəsilə yoxlanılır. Yəni IP ötürmə işinə baxır, TCP isə yoxlamaq işinə baxır. Məsəl üçün TCP burada TCP protokolu informasiyanı idarə edərkən müəyyən miqdarda hissələrə bölür və hər bir hissənin başlıqlarını əlavə etməklə paketlər halına salaraq nömrələyir. Və burada deyir ki, bütün paketlər toplanılaraq lazımi ardıcıllıqlarla yığılmasını və bütün şəkildə tam hala gəlinədək təhvil verilməsi prosesini idarə edir. Baxın, bunları əzbərləməyə ehtiyac yoxdur. Sadəcə düşünün ki, IP şəbəkə protokoludur, IP ötürülməyə xidmət edir. TCP isə yoxlanılmaya və idarə edilməyə kömək edir. Harda idarə etmək sözünü görsəz, götürəcəksiniz TCP, harda ünvanlaşdırma, ötürülmə, şəbəkə sözünü görsəz, götürəcəksiniz IP. Və siz burada yenə öyrənəcəksiniz ki, yəni TCP/IP-ni burada da məlumat vermişəm ki, TCP/IP göndərmək, daha doğrusu IP göndərmək, TCP isə göndərməyə nəzarət, yəni yoxlamaq üçün nəzərdə tutulub və TCP/IP əsas baza protokoludur. Məsəl üçün sizə deyə bilər ki, sual verər ki, əsas baza protokolu hansıdır? Deyəcəksiniz ki, TCP/IP. Daha sonra hipermətnlərin ötürülməsi protokolu ən məşhur protokollardan biridir. Faylların ötürülməsi protokoludur. Sonra bu üç elektron posta aiddir. Biri var elektron postun göndərilməsi, məktubun göndərilməsi üçün. Göndərilmə desə SMTP götürəcəksiniz. Qəbul edilməsi desə ya POP3 götürəcəksiniz ya da IMAP götürəcəksiniz. Və POP3 ilə IMAP-in fərqi nədir? IMAP qəbul eləyəndən sonra müəyyən şərtlə həyata keçirilir. Amma POP3 prosto qəbul eləyir elektron postu və salam. Amma IMAP müəyyən şərt, yəni müəyyən şərt sözünü görsəz IMAP götürəcəksiniz. Prosta qəbul eləyir sözünü görsəz, yəni müəyyən şərt sözü olmasa isə POP3 götürəcəksiniz. Keçirəm telekonferansiya protokolu. Bunu burada deyim, sonra yadıma düşsə axırda da deyəcəm. Telekonferansiya protokolu NNTP-dir və var bir də telekonferansiya xidməti. İnternet xidmətlərindən danışanda deyəcəm ki, telekonferansiya xidməti var. Telekonferansiya xidməti Usenet-dir. Telekonferansiya xidməti desə Usenet, yenə də deyirəm, protokolu desə isə NNTP götürəcəksiniz. NNTP və FTP, bayaq FTP-ni orada gördünüz də, faylların ötürülməsi protokoluydu və FTP həmçinin də faylların ötürülməsi xidmətidir. Yəni fərqi yoxdur. Faylların ötürülməsi protokolu dedi və yaxud da ki, faylların ötürülməsi xidməti dedi. İkisini FTP götürəcəksiniz. Amma telekonferansiya xidməti desə Usenet, telekonferansiya protokolu desə NNTP götürəcəksiniz. Davam eləyirəm. VAP var sonra. VAP nədir? VAP mobil telefonlar üçün istifadə olunur. Yəni mobil sözünü görsəz VAP götürəcəksiniz. İnformasiyanın paket şəklində ötürülməsi protokolu isə GPRS-dir. GPRS. Və bir də ARP var, ARP. Onu burada qeyd eləməmişəm. Kim istəyirsə özü üçün qeyd eləsin. Bu da ünvanların ötürülməsi üçündür. Yəni ünvan sözünü görsəz ARP götürəcəksiniz. Adres protokoldur. Adres, baxın bunun açılışı, A-nın açılışı adresdir. Belə yadınızda saxlaya bilərsiniz də. Ünvan desə ARP götürəcəm. Ünvanların ötürülməsi protokolu. Yenə də deyirəm, informasiyanın paket şəklində ötürülməsi GPRS-dir. Mobil telefonlar üçün istifadə olunan VAP-dır. Və bir də var bizdə burada IP marşrutizatorların və şəbəkənin kompüterləri səhvlər haqqında məlumat vermək üçündür. Baxın, bu protokol səhvlər haqqında məlumat vermək üçündür və həmçinin də idarəedici informasiyanın göndərilməsi üçündür. Yəni, bu idarəedici sözünü heç yazmaya da bilər. Əsas odur ki, səhvlər haqqında məlumat harda görsəz, onu götürəcəksiniz ICMP. Keçirəm. Provider nədir? Şəbəkənin operatoru nədir? Və informasiya harda saxlanılır? Baxın, bunları mütləq şəkildə bilməlisiniz. Biz, məsəl üçün, lokal şəbəkələrdə öyrənmişdik, ratifikasiya nədir? Biz öyrənmişdik, broadcasting nədir? Yəni, bu terminlər imtahanlarda istifadə oluna bilər. Yəni, provider imtahan sual olub. Baxın, provider nədir? İnternet xidmətini təklif edən şirkətə provider deyilir. Şəbəkənin operatoru isə şəbəkənin işini dəstəkləyir.
təkləyən. Deyərsiniz ki, müəllimə, bunlar hamısı əzbərdir. Xeyr. Təklif sözünü görsəz, təklif edən şirkət görsəz, provider. Dəstəkləmək sözünü görsəz, götürəcəksiniz şəbəkənin operatoru. İnternetdə informasiya serverlərdə saxlanılır. Məsəl üçün deyə bilərsiniz ki, mən məsəl üçün hansısa bir videoya girib baxıram, o harda saxlanılır, niyə arxivdə qalır? Onlar hansı serverlərdə saxlanılır? Yəni internetdə nəyə baxırsınızsa, nədən istifadə edirsinizsə, hansısa saytda məsəl üçün girib nəsə yığırsınızsa, suallar düzəldirsinizsə, onlar hamısı serverlərdə saxlanılır. Keçirəm ünvanlara. Deməli, MAC ünvanlar var, IP ünvanlar var və DNS ünvanlar var. Ən çox, ən məşhur suallardan biridir ki, bu suallar belə deyim, imtahanda istifadə oluna bilər. Yəni ən əsas hissələri yığmışam bu konspektdə. Çalışın diqqətlə qulaq asın. IP, MAC və DNS ünvanlar haqqında məlumat verəcəm. IP ən rahatıdır. IP ən rahatıdır. IP odur ki, internetə daxil olmuş hər bir ünvan 3 nöqtədən ibarət olmalıdır və 4 aktet olmalıdır. Məsəl üçün, mən sizin üçün burada boş qalan yerdə, məsəl üçün yazımda bir dənə aktet yazıram. Daha doğrusu bir dənə IP ünvan yazıram. Məsəl üçün 123.65 0.255. Məsəl üçün, belə bir aktet yazdım sizə, daha doğrusu IP ünvan yazdım sizə. Baxın, 4 dənə aktet var. 4 dənə aktet. Yəni, aktetlər nədir? 1, 2, 3, 4. 4 dənə aktet var. Və hamısı da nöqtə ilə ayrılıb. Baxın, 123.65.0.255. 3 dənə nöqtə var, 4 dənə aktet var. Əgər 5 dənə aktet görsəz, 4 dənə nöqtə görsəz, 2 dənə nöqtə görsəz, bunlar hamısı səhvdir. Sizin IP ünvanınızda 3 nöqtə, 4 aktet olmalıdır. Və hər bir IP ünvan, yəni biri 1 bayt yer tutur. Bunun biri 1 bayt yer tutur. Bu da 1 bayt yer tutur. Bu da 1 bayt yer tutur. Bu da 1 bayt yer tutur. Ümumi 4 bayt yer tutur. Və biz öyrənmişik ki, öyrənməyənlər də öyrənəcəklər ki, 1 bayt 8 bitdir. 4 bayt da avtomatik 32 bitdir. Yəni bu məsələn 32-də falan çaşmayın. Bunları inşallah ki, informasiyanın ölçü vahidləri, məsələlər hissəsində kimlər keçməyibsə keçəcəklər. Və burada rəqəmlərin bir məhdudiyyəti var. 0-ı tək işlədə bilərsiniz. Problem yoxdur. 0 işlənə bilər. Amma 0-1 yazıla bilməz. 0-2 yazıla bilməz. 0-3 yazıla bilməz. 0-12 yazıla bilməz. Yəni 0-la hansısa bir ədəd başlaya bilməz. Biz normal riyaziyyatda ədədlərdən necə istifadə edirik? 12 yazırıq da, 0-12 yazmırıq ki, düzdür? Həmçinin IP ünvanlarda da belə olmalıdır. 0-la hansısa bir ədəd başlaya bilməz. Düzdür, siz 10 yaza bilərsiniz, 20 yaza bilərsiniz, yəni sonunda işlədə bilərsiniz. Amma əvvəlində 0 ola bilməz. 0-ın özü tək istifadə oluna bilər, amma hansısa bir rəqəmin əvvəlində istifadə oluna bilməz. Bu yanlışdır. Və həmçinin də 0-255 arası qiymətlər almalıdır. Ona görə 255-i istifadə edə bilərsiniz, amma 256-nı əsla. Yəni 256-dan sonra gələn heç bir rəqəm istifadə oluna bilməz. Məsəl üçün sizə sual verəcək ki, düzgün yazılmış IP ünvan hansıdır? Məsəl üçün 255-dən yuxarı rəqəmləri avtomatik çıxacaqsınız. 0-la başlayan 01, 02, 025, 010 yazar çıxacaqsınız və hansındakı 4 aktet var, hansındakı 3 nöqtə var, onları saxlayacaqsınız və cavabınız olacaq düzgün olan variant. Yəni yenə də deyirəm, diqqət olunmalı məqamlar 4 aktetin olması, 3 nöqtənin olması, 0-la başlayan ədədin olmaması və 255-dən yuxarı ədədin olmamasıdır. Keçirəm MAC ünvanlara. MAC ünvanlarda da belə deyək, ümumi bir məhdudiyyətlər var. Məsəl üçün, mən sizə bir MAC ünvan yazım. Buradan yazacağım, çünki boş yerim və yaxud da buradan da yaza bilərəm. Deməli, bir MAC ünvan yazıram sizə. 0A nöqtə 12 nöqtə BD nöqtə 3F nöqtə 35 nöqtə C2. Belə bir, baxın, MAC ünvan yazdım. Nöqtə olmasa da 2 nöqtə də ola bilər. Yəni, bunların arasında 2 nöqtədə istifadə oluna bilər. Və yaxud da ki,
tire də qoyula bilər, qoşa nöqtə də qoyula bilər. Yəni baxın aktetlər arasında defis də ola bilər, qoşa nöqtə də ola bilər və yaxud da boşluq da ola bilər, nöqtə də ola bilər. Yəni fərqi yoxdur. Keçirəm mak ünvanlarda 6 dənə aktet olmalıdır. Baxın özünüz görürsüz yazdım. 1, 2, 3, 4, 5, 6 dənə aktet var. Aralarında da 5 dənə, yəni nə istəsə defis qoyar, istəsə qoşu nöqtə qoyar, istəsə nöqtə qoyar. Yəni 5 dənə olmalı onlardan. Və ədədlər 0-dan 9-a qədər istifadə oluna bilər. Yəni rəqəmlər. Hərflər isə A-dan F-ə qədər istifadə oluna bilər. Yəni siz 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dan istifadə edəcəksiniz. Və bir də hərflərdən A, B, C, D, Y, F-dən istifadə edəcəksiniz. Say sistemi keçən tələbələr bilir. 16-lıq say sistemində istifadə olunan ədədlər hansılar idi? 0-dan 9-a, A-dan F-ə qədər. Baxın, mak ünvanda odur. Mak ünvanda ancaq 16-lıq say sistemində istifadə olunan rəqəmlər istifadə oluna bilir. 0-dan 9-a qədər və A-dan F-ə. Məsəl üçün, görsəz ki, C hərfi yazılır. Görsəz ki, M hərfi, N hərfi. Yəni F-dən sonra gələn hansısa bir ədəddən istifadə olunubsa, artıq o səhvdir. Və əsas, yəni diqqət olunmalı məqam 6 dənə aktetin olmasıdır. 0-dan 9-a qədər olmasıdır. Hə, bir də baxın, məsəl üçün mən 0-dan başlayan 0A yazmışam, düzdür? Burada heç bir problem yoxdur. Amma məsəl üçün 0-1 yazılsa, bu səhvdir. Aydın oldu, nə demək istəyirəm? 0-1, 0-2, 0-3 bunlar səhvdir. Amma sıfırın yanında rəqəm varsa, daha doğrusu hərf varsa, burada heç bir problem yoxdur. Və hər belə deyək, aktetin tutumu 1 baytdır. 1 bayt, 2 bayt, 3 bayt, 4 bayt, 5 bayt, 6 bayt. Ümumi 6 baytdır. 6 bayt da bərabərdir 48 bitə. Mak ünvanlar bu qədər. Keçirəm DNS ünvanlara. DNS ünvan domen adlar sistemidir. DNS ünvan ümumiyyətlə belə deyək də, IP ünvanlarında saxlanılır. Yəni IP ünvanlarda dəyişikliklərin qarşısını almaq üçün istifadə olunur və burada bir neçə simvollar var ki, onlardan istifadə olunmur. Məsəl üçün, domen adlar ünvanında sistemində ümumiyyətlə baxın boşluqlardan, nidadan, ətdən, slashdən, yəni belə deyək də, DS-dən daha doğrusu slash dedim, üzr istəyirəm. Dollardan, faizdən belə üslü qüvvət bilirsiniz də, Excel-də üslü qüvvət sayılırdı bu işarə. Belə işarələrdən istifadə oluna bilməz. Yəni hərf ola bilər, rəqəm ola bilər, tire ola bilər, maksimum. Yəni bu işarələrdən istifadə oluna bilər. Domen adları mən burada məsəl üçün bir dənə domen adı yazmışam. Domen adlar bir ardıcıllıqla olur. Yəni birinci yazacaqsınız, domen adı yazmaq istəyirsinizsə, birinci internet xidmətinin adını yazacaqsınız, www. Ondan sonra məsəl üçün yazmışam dim.edu.az. Dim aşağı səviyyəli domendir. Edu alt domendir, belə deyək, yəni arasına qalan domendir. Az isə ən yüksək səviyyəli domendir. Yəni ən sonda gələn, yəni ən sağda işlənən ən yüksək səviyyəli domendir. Baxın, burada DNS ünvan 3 yerə bölünür, 3 hissəyə bölünür. Birinci səviyyəli domen və coğrafi zona sahə üzrə istifadə olunan domenlər. Baxın, coğrafi zona sahə üzrə mən burada adlarını vermişəm. Məsəl üçün, Azərbaycandır, Türkiyə bilinir zaten. D Almaniyadır, Rusiyadır. Bunları bilirsiniz. İsveçrə CH-dır. Bunu yadınızda saxlayın. Kanada CA-dır. UK məsəl üçün çox adam götürür Ukrayna, amma UK United Kingdom, yəni Böyük Britaniyadır. UA Ukraynadır. US Birləşmiş Ştatlar, yəni Amerikadır. Yəni bunları yadınızda saxlayın. Məsələn, belə şeylərlə sizi çaşdırmasınlar. Sahə üzrə bölünür. Kommersiya təşkilatları komdur, təhsil edudur, hərbi mildir, dövlət qovdur, şəbəkə provayderlar netdir, beynəlxalq intdir, qeyri-hökumətli orqdur. Yəni bunlarda nəsə izah olunmalı bir şey yoxdur. Yəni bunları oxuyub bilməlisiniz. Həm indi gələcək işimizə görə bunları bilməniz yaxşıdır. Həm də ki, imtahanda istifadə olunan sual tiplərindən biridir ki, məsəl üçün imtahana düşmüşdü uyğunluq tipli sual, kommersiya, təhsil, hərbi məsəl üçün qoya bilər. Qabağına siz də hansının hansına aid olduğunu uyğunluq tipli düzə bilərsiniz. Yəni yenə də demək istədiyim şey odur ki, DNS ünvanlarda məsəl üçün internet xidməti gəlir ilk öncə, yəni www internet xidmətidir. www-dan sonra məsəl üçün gələ bilər ki, informatika məsəl üçün info nöqtə məsəl üçün qov yazaq, dövlət olsun.
gov.ru, məsəl üçün Rusiyaya aid olsun. Yəni fərqi yoxdur. Əsas odur ki, burada gəlsin sizdə aşağı səviyyəli domen, daha sonra alt domen, sonra isə ən yuxarı səviyyəli domen istifadə olunsun. Bu DNS ünvanıdır. Ola bilər, məsəl üçün, bayaq dedim, tre istifadə oluna bilər, amma treni də diqqət eləməlisiniz ki, tre harda istifadə olunar. Məsəl üçün, bir dənə xırda yazdım. Çox böyük yazdım bayaq. Məsələn, www nöqtə, məsələn, infoya tre qoymaq istəyirsə, in-fo belə istifadə oluna bilər. Məsələn, treni gətirib nə bunun əvvəlində nöqtədən sonra, nə də nöqtədən əvvəl belə qoya bilməz. Yəni, tre sözün ortasında ola bilər. Yəni, nöqtənin yerinə tre istifadə eləyə bilməz. Yəni, tre əgər istifadə olunacaqsa, sözün ortasında istifadə oluna bilər. Ondan sonra gov nöqtə, məsəl üçün, ru. Bayaq yazdığım ünvanı qoydum. Yəni treni burada yaza bilər. Treni gətirib nə burada yaza bilməz, nə burada yaza bilməz, nə burada yaza bilməz. Yəni bunlar burada istifadə oluna bilməz. Tre ancaq aşağı səviyyəli domenin ortasında hardasa istifadə oluna bilməz, bilər. Yəni məsəl üçün info mən bayaq yazdım info, məsəl üçün tre qoyar info belə yazar və yaxud da info yazar. Ya da ki özü istədiyi kimi info tre o yazar. Amma info yazandan sonra sonuna tre qoya bilməz. Çünki o nöqtə ilə ya nöqtənin əvvəlində, ya da nöqtənin sonunda ola bilməz. Yəni bu tipli şeyləri çalışın, qarışdırmayın. Ondan sonra keçirəm URL ünvana. URL ünvan imtahanda ən çox istifadə olunan suallardan biridir. Yəni bunu başa düşmək üçün çox da elə böyük bir şey lazım deyil. Baxın, düzdür, mən burada bir-bir qeyd eləmişəm. URL ünvan haqqında mən sizə bir şey deyim. Baxın, burada bir dənə misal qoymuşam. Bu misalı tam başa düşsəniz, heç nəyə ehtiyacınız olmayacaq. Mən bura bir dənə əlavə eləyim. masteredu.az, məsəl üçün bir dənə bura qovluq qoyacağam. Info qovluğu qoyacağam. Info qovluğunun içərisində də bir fayl qoyacağam. Məsəl üçün hardware faylı qoyacağam. Bir də onun genişlənməsini qoyacağam. hardware.docx. Məsələn, belə bir şey yazdım bura. Əlavə elədim. Yadınızda saxlayın ki, yeganə URL ünvandır ki, URL ünvanda fayl və qovluqların adından istifadə oluna bilər. Yadınızda saxlayın. Belə bir sual düşə bilər. Ben DNS-də fayl qovluğa aid heç nə deməmişəm. Ümumiyyətlə, belə deyim, Mac-da, IP-də fayl ünvana aid nəsə deməmişəm. Yəni, faylinə, qovluq heç nə deməmişəm. Amma URL ünvanda artıq fayl və qovluqdan istifadə oluna bilər. URL ünvanda informasiyanı internetdə saxlamaq üçündür və birinci protokol gəlir. URL ünvanda ən birinci informasiyanın ötürülməsi protokolu gəlir ki, ondan sonra 2.2 dənə slash qoyulur. Baxın, yazıb http 2.2 dənə slash, düzdür? Bu informasiyanın ötürülməsi protokoludur. Yəni, birinci bu gəlməlidir. Məsəl üçün, sizə verər qarışdırılmış formada, siz düzməli olarsınız. Yadınızda saxlayın. URL ünvanda birinci informasiyanın ötürülməsi protokolu gəlir. Ondan sonra 2 dənə nöqtə, 2 dənə slash. Bunlar mütləqdir. Mütləqdir ki, informasiyanın ötürülmə protokoludursa, ondan sonra 2 dənə nöqtə, 2 dənə də slash gəlsin. Bu mütləqdir. Ondan sonra www nöqtə, yəni internet xidmətinin adı, ikinci olaraq bu gəlir. Üçüncü, alt domen, yəni bayaq yazdığımız DNS ünvan var. www bayaq yazmışdım info.gov.ru. Fərqi yoxdur. Yəni əsas odur ki, www-dan sonra alt domen gəlsin. Ondan sonra birinci səviyyəli domen gəlsin. Ondan sonra da coğrafi zona gəlsin. Fərqi yoxdur. Bu az da ola bilər, ru da ola bilər, uk da ola bilər, ua da ola bilər, cıhı da ola bilər. Fərqi yoxdur. Əsas odur ki, o coğrafi zona ən sonda gəlsin. Edu işlənə də bilər, işlənməyə də bilər. Məsələn, elə ünvanlar olur ki, orada edu işlənə də bilər. Edu deyəndə ki, yəni gov ola bilər, mil ola bilər, int ola bilər, olmaya da bilər. Aydın oldu, nə demək istəyirəm? Master. Masterin yerinə informatika da yaza bilər, masterin yerinə dövlət qulluğu da yaza bilər, masterin yerinə magistratura da yaza bilər. Fərqi yoxdur. Yəni, bu o demək deyil ki, bura mütləq master yazılmalıdır. Bu sizin alt domeninizdir. İnternet xidmətindən sonra nə gəlirsə, o sizin alt domeninizdir. İnternet xidmətindən sonra gələn, alt domendən sonra gələn hissə isə ya sizin birinci səviyyəli domeninizdir, ya da coğrafi zona üzrə gələn domenimiz ola bilər. Yəni, ya edunu yazar, ya yazmaz. Ya azı yazar, ya da yazmaz. Fərqi yoxdur. Əsas odur ki, alt domen gəlsin, ondan sonra birinci səviyyəli, ondan sonra da coğrafi zona üzrə belə düzülüş qoyulur və
Keçirəm, bura nədir bəs? Bu yazdığım mənim əlavə elədiyim hissə qovluqdur və fayldır. Əməliyyat sistemlərini öyrənməyən tələbə burada biraz çətinlik çəkə bilər. Əməliyyat sistemlərini öyrənəndən sonra biləcəksiniz ki, qovluq nədir, fayl nədir, faylın genişlənmələri olur. Bu kimi meyarlar əməliyyat sistemlərində öyrənilir. Yəni öyrənmisinizsə biləcəksiniz ki, bu qovluğun adıdır. Bu faylın adıdır. Sadəcə faylın adı budur. Bu isə faylın genişlənməsidir. Yəni docx bildirir ki, o Word faylıdır. Docx-in yerinə e, POTX də yaza bilərdi, PPTX də yazıla bilərdi. Yəni PowerPoint faylı olduğunu bildirmək üçün. Yəni əsas odur ki, başa düşəsiniz ki, info qovluqdur, hərfəyə.docx isə fayldır. Yəni bunu yazandan sonra, baxın, protokol yazmışam. Sonra DNS ünvan yazmışam. Yəni internet xidmətinin adı alt domen, birinci səviyyəli domen və coğrafi zona üzrə domen. Bundan sonra əgər qovluq yazmaq istəyirəmsə, ondan sonra mütləq slash qoymalıyam. Bunun içində yazmışam, amma bu informasiya bunun içində var. Yəni bu yazıların içində var. Sadəcə mən sizə bunu praktiki olaraq göstərirəm ki, slash qoyub, ondan sonra qovluğu yazıb, yenə slash qoyub, ondan sonra faylı yazmalısınız. Məsəl üçün sizə belə bir ad verər. Deyər burada faylın genişlənməsi hansıdır? Deyəcəksiniz docx. Deyər burada faylın adı hansıdır? Deyəcəksiniz hardware.docx. Ümid edirəm ki, sizə aydın oldu. Fayl qovluq hissəsinə çaşanlar əməliyyat sistemlərində tam dərindən onları öyrənəcəksiniz. Narahat olmayın. İnternet xidmətlərinə keçirəm. Bircə dəqiqə. İnternet xidmətləri. İnternet xidmətləri var, deməli, www, Usenet, ICQ, Telnet, Gopper, Email, FTP. FTP-ni bayaq dedim ki, internetdə faylların ötürülməsi üçün xidmətdir. Sizə desək ki, internetdə faylların ötürülməsi protokolu, yenə FTP deyəcəksiniz. Ötürülməsi xidməti də desək, yenə FTP deyəcəksiniz. Keçirəm, e-mail. E-mail internet vasitəsilə məlumatların göndərilməsi və qəbul olunması xidmətidir. Gopper axtarış xidmətidir. İyerarxik formada məlumatları saxlayır. Yəni iyerarxik forma gördünüzsə, mütləq Gopper götürəcəksiniz və həmçində axtarışı təmin eləyir. Telnet uzaq məsafədən digər kompüterlərin idarəsini tənzimləyir. Real vaxt görsəz, real vaxt anında qarşılıqlı əlaqə qurulması görsəz, götürəcəksiniz ICQ. Telekonferansiya xidməti dedik ki, Usenetdir. Telekonferansiya protokolu dedik ki, NNTP-dir. Ümumdünya hörümçək doğru da bilirsiniz ki, www-dur. Düşünürəm ki, bunu bilməyən yoxdur. Ondan sonra ən sonda brauzerlərdir, cloud sistemlərdir, axtarış sistemlərdir və sosial şəbəkələrdir ki, bunları biz artıq software, yəni aparat proqramı dərsində öyrənmişik. Sadəcə olaraq qlobal şəbəkələrdə də istifadə olunan proqramlar olduğu üçün burada da əlavə vermişəm. Bunları da öyrənəcəksiniz. Və bir də yadınızda saxlayın ki, ilk yaranan brauzer www-dur. İlk yaranan, belə deyim, Windows şirkətinin yaratdığı brauzer isə Mosaic-dir. İlk yaranan axtarış saytı isə Arxie. Bu qədər. Ümid edirəm ki, mən sizə qlobal şəbəkələr mövzusunu izah edə bildim. Nəsə sualınız olsa, nömrəmdən əlaqə saxlaya bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün.